Əliyev Emin Tahiroğlu, Goranboy rayonu Təhlə kəndində yaşayıram. Hazırda ailəliyəm. Ailədə 5 nəfərik. 3 az yaşlı uşağım var. Pensiyadan başqa gəlir yerim yoxdur. Heç arada da işləmirəm. Mən 2019-cu ildə gördüyünüz kimi bu sayğacı gətirib qoyurlar mənə məxsusdur. 7 il keçibdi paşdı. İstismar müddətini də bitiribdi. Bu artıq yazır. Sentyabr ayının 10'unda gətirib mənə çek veriblər. Mənə deyirlər ki, sənin bu çekdə 36 manat işıq pulun yazıbdır. Mən də deyirəm ki, qardaş, bu 2025-in yanvarından bəri 8, 9, 10, 12, 16 manatdan yuxarı qalxmıyordu. Bu nətər oldu? Bu artıq yazır. Goranboy rayonu işıq idarəsində də getmişəm, orada ərizədə yazmışam. Mənə bildirirlər ki, sən getməlisən Asan Xidmətə, orada aydınlaşdırmalısan. Biz o işə baxmırıq. Mənə deyirlər ki, biz o işə baxmırıq, ancaq Asan Xidmət baxır. Biz yerində gəlib orada baxış keçirə bilərik. Sən Asan Xidmətə müraciət elə. Mən nəyə görə Asan Xidmətə müraciət eləməyəm? Mən təzə sayğaç qoydurmuram, amma mənə bəhanələr gətirirlər. Deyirlər ki, bizdə smart kart tipli sayğaç yoxdur, biz o işə baxmırıq. Mən problemimi kimə deməliyəm, nətər eləməliyəm? Ərizə də yazmışam işıq idarəsinə. Xahiş edirəm media işçilərindən mənim bu videomu işıqlandırasınız, mənə də bir köməklik göstərəsiniz. Bax, gördüyünüz kimi də mənim sayğaç da mənə məxsusdur. Bax, 2019-cu ildə qoyulubdur. 2019-dan da bəri 7 il eləyir. Bu 7 ildə istismar müddətini keçibdir. Deyirəm, gəlin, dəyişin, mənə smart kart qoyun. Deyirlər ki, yox, bizlik deyil, get sən Asan Xidmətə müraciət elə. Bax, bu Asan Xidmətə mən müraciət eləyəcəkdimsə, bax, bu işıq idarəsi nə işinə baxır?